Regional avtoritet Sərxan Əsədov Rusiyanın Sankt-Peterburq şəhərində yenidən saxlanılıb. Lent az yerli mediaya istinadla bildirir ki, Azərbaycanlı əvvəllər də Rusiya həbsxanasına düşüb. İndiyədək o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. O, qanuni oğru Lotu Qulinin Sankt-Peterburq üzrə müavini kimi tanınır. Sərxan Əsədov Apraksin dvor tacirlərindən əsas xərac yığan olmaq istəyib. Lakin polis onun iddialı planlarına müdaxilə edib. O, həbs olunaraq ölkədən qovulub. 2016-cı ildə Əsədov silah saxlamağa görə 1 il həbsdə olub. Azad edildikdən sonra Ədliyyə Nazirliyi cinayətkarı geri qayıtmaq hüququ olmadan deportasiya edib. Amma 1 ildən sonra yenidən silahla Sankt-Peterburqda küçələrində görünüb. Sərxan Əsədov Azərbaycana deportasiyaya olunsa da 2023-cü ilin sonunda yenidən Rusiyaya qanunsuz daxil olub. İndi o, yenidən cinayət işi ilə üzləşib və aprelin 21-dək həbsdə saxlanılacaq.